Xoş gördük, hörmətli izləyicilər, Azad Media izləyiciləri, eləcə də dünyada və Azərbaycanda yaşayan həmvətənlərimiz. Azad Media TV-nin bugünkü qonağı ailə və cəmiyyətdə qadınlara qarşı zorakılıq mövzusunda fəlsəfə üzrə fəlsəfə doktoru, Mehriban Qadın və Uşaq Sığınacağının təsisçisi Mehriban xanım Zeynalovadır. Mehriban xanım Zeynalova diqqətinizə çatdırım ki, 2002-ci ildən qadın və uşaqlara qarşı zorakılığa məruz qalmış qadın və uşaqlarla bağlı sığınacaqda, onlarla bağlı cəmiyyətə töhfə verən bir sığınacağın təsisçisidir. Eyni zamanda bu sahədə metodik vasitələrin, yəni kitabların yazılmasında da onun xidmətləri və əməyi çoxdur. O bir neçə kitabın müəllifidir. Bugünkü söhbətimiz də məhz bu sahə üzrə olacaq. Qadın və uşaqlara qarşı zorakılıq mövzusunda metodik vasitələr və bu vasitələrin cəmiyyətə verəcəyi töhfələr. Mehriban xanım, xoş gördük. Xoş gördük. Belə gözəl kitabları hazırlamısınız. Cəmiyyət üçün faydalı metodik vasitələrdir. Yəqin ki, təhsil müəssisələrində də bunlar, necə deyim sizə, tələbələrin ixtiyarına veriləcək metodik vasitə kimi onlar bundan istifadə edə biləcək və ya kitabxanalara da yəqin ki, vermişsiniz. Sözün düzü, bu kitabların hamısını bir arada görmək mənə belə qürur verdi, belə sinəm belə genəldə deyək də, belə deyirlər ki, bu cür kitabların müəllifisiz. Necə oldu ki, belə bir metodik vasitələrin hazırlanması üçün başladınız, qollarınızı çırmaladınız, işə başladınız? Bilirsiniz, hər bir şəxs müəyyən bir fəaliyyətlə məşğul olur və mən düşünürəm ki, bu fəaliyyət, bu təcrübə, bu bilgiləri ki, əldə edirsən, müəyyən zaman gəlir və düşünürsən ki, bunu kiməsə ötürməlisən. Və bizim onsuz da işimiz paylaşmaqdır, bölüşməkdir, dəstək verməkdir. Bu da onun bir hissəsi olaraq artıq bir neçə il idi. Mənim əvvəldən də bir neçə kitablarım var idi. Biri, ilk kitabım insan alveri ilə bağlı, reabilitasiya prosesləri ilə bağlı vəsait idi. Daha sonra ailə və cəmiyyətdə qadınlara qarşı iqtisadi zorakılığın meyarlarının müəyyən edilməsi ilə bağlı kitabı idi. Bioqrafik kitab. Bioqrafik deyildi ümumiyyətlə. Düşünürdüm ki, daha yuxarı ali dərəcə alım və ona görə hazırlamışdım. Daha sonra, ondan sonra xeyli fasilə keçdi. Müəyyən tədqiqatlar eləyirdim, müəyyən araşdırmalar aparırdım mövzu ilə bağlı. Ümumiyyətlə, tədqiqatlar aparmaq mənim sanki bir daxili potensialımı üzə çıxartmağı, eyni zamanda özümü rahat hiss etmək üçün bir vasitədir. Və mən zaman-zaman, bilmirəm, sosial şəbəkələrdə müşahidə eləmişdiniz, bəzən sorğular qoydum və o sorğular nəticəsində təhlillər apardım. Mən düşünürəm ki, istənilən məsələ ilə məşğul olanda cəmiyyətdəki vəziyyəti öyrənmək lazımdır. Və bu təkcə praktikadan irəli gələn deyil, eyni zamanda elmi nəzəri tərəflərində öyrənmək lazımdır. Və bu mütəmadi bu proses gedirdi. Müxtəlif mövzularla bağlı ictimai rəyi öyrənmək, ictimaiyyətdə baş verən məsələləri öyrənmək mənim bir fəaliyyətimin bir tərəfi idi. Və yeri gəlmiş məsələn bu kitab, məhz bu kitabda bu 3 il bundan əvvəl müxtəlif tədqiqatların toplantısıdır. Burada insan alveri ilə bağlı ictimai rəyi öyrənmişəm. Sonra zorakılıq törədən kişilərin davranışı ilə bağlı müəyyən məqamları öyrənmişəm. Hətta o vaxt mən həbsxanaya belə getdim. Həbsxanada cinayət törətmiş, məişət zorakılığı zəminində cinayət törətmiş şəxslərlə görüşdüm. O cümlədən insan alveri cinayətini törətmiş şəxslərlə görüşdüm. Onların fikirlərini topladım. Fokus qrup kimi onlarla görüşdüm. Daha sonra Daxili İşlər Nazirliyinin sığınacağında olan qurbanlarla görüşdüm. Və bu kitabda həmin tədqiqatın nəticələridir ki, bu kitab demək olar ki, 2 il əvvəl çap olundu, 3 il əvvəl çap olundu və təbii ki, bəzi mütəxəssislərlə də müzakirə elədik və həmin kitabın çapı
ortaya çıxdı. Yəni burada həm məişət sonra, hətta erkən nikah məsələlərinə də burada toxunmuşuq. Məsələn, bizim cəmiyyətdə bu mövzu o qədər müzakirə olunmur. Erkən nikahın insan alverindən kəsişməsi, hansı hallarda kəsişə bilər və hansı hallarda bunu insan alveri kimi qiymətləndirmək olar. O tədqiqat içində həmin məsələlərə də toxunmuşam. Və bu mənim demək olar ki, yeni birdən təkan verdi ki, yenidən baxışlar. Bu monografiya dediyim monografiyadır. Bu hardasa Ailə məişət 8-9 zorakılığının sosial-iqtisadi aspektləri və onunla mübarizə yolları. Bu kitab monografiyadır. Dediyim kimi istəyirdim davam eləyəm elmi fəaliyyətimi. Sonra nəsə qaldı. Və daha sonra mən düşündüm ki, cəmiyyətdə müxtəlif hədəf qrupları var ki, onlarla reabilitasiya problemlərini aparmaq üçün onun daha dərindən öyrənilməsinə ehtiyac var. Bilirsiniz, hər qrupun özünün yanaşması var. Tutaq ki, məişət sonra erkən nikah qurbanları ilə hansı işi görmək lazımdır, ilk nədən başlamaq lazımdır, necə onları reabilitasiya etmək lazımdır, necə demək, SOP protokolunu hazırlamaq lazımdır, necə bu prosesdə qurumların, tərəflərin iştirakını təmin etmək lazımdır. Əslində müəyyən mənada erkən nikah qurbanları bilirsiniz, bəzi hallarda 16 yaşı keçmiş şəxslər özüm gəlmişəm dedikdən sonra onların münasibətləri o qədər toxunulmur. Çünki artıq 16 yaşı keçib, onun öz cinsi həyatı ilə bağlı qərar vermə qəbulu var. Bu cinayət məsuliyyəti deyil. Amma burada bir məqam var idi ki, və sonra bu 18 yaşına çatmayıbsa, bunun sonraki prosesi 18 yaşına qədər bu adam uşaq hesab olunur. Və mən düşünürdüm ki, bu şəxsin dərhal qurumlar hansı proseslərə qoşulmalıdır. Əgər uşaqdırsa 18 yaşına qədər uşaq olaraq bunun hüquqları icra hakimiyyəti tərəfindən, bələdiyyə tərəfindən, polis tərəfindən, sosial xidmətlər məşğulluğuna, təhsilinə mi, sağlamlığı ilə bağlı, tutaq ki, təbib onun sağlamlıq vəziyyətini nəzərə almalıdır ki, 16 yaşında ailə qurmuş şəxsin 18 yaşa qədər demək, bədəni hələ tam formalaşmır və bu baxımdan onun sağlamlığı nəzərə. Və bu düşüncələr həmişə mən düşünürdüm ki, məsələyə bu kompleksdə yanaşmaq lazımdır. Bir neçə ildən sonra erkən nikah qurbanı həssas qrupa çevrilməsin və yaxud marjinal qrupa çevrilməsin və ondan sonraki prosesdə artıq heç kim ona toxuna bilməyəcək. Nə mənada? Artıq ailə qurduğu şəxs də düşünəcək ki, dövlət bunun arxasındadır, bütün bu proqramlara cəlb edilib və mənimdir, mən nə istəyirəm, onunla davranaram düşüncəsi aradan qalxacaq. Yəni, ümumən təkliflərimin içərisində bu dayanırdı. Və bu kitabda, Kölgədə qalan qalan qadınlar kitabında məhz erkən nikah qurbanları, o cümlədən məişət zorakılığı qurbanları və burada bir məqam var ki, şəxslərin onlarla bağlı stereotiplər, onlarla bağlı ehtiyaclar, o cümlədən hansı hallarda qrup həssas hesab olunur, hansı halda marjinallaşır, hansı halda artıq bu qrup lümpinə çevrilə bilər və daha çox xərc tələb eləyə bilər, daha çox çətinliyə, girdaba daxil ola bilər və onu oradan çıxartmaq üçün kifayət qədər vəsaitlər lazımdır və eyni zamanda çevik bir qrup lazımdır ki, daima ondan işləsin. Həm də reabilitasiya prosesi çox uzun çəkə bilər, 3 ilə qədər çəkə bilər belə adamlar. Hətta müddəti bu kitabda göstərmişəm ki, məsələn, bu qrupla reabilitasiya müddəti nə qədər keçə bilər, daha o birisi qrupla necə keçə bilər, onları əks elətdirmişəm. Və bunun içərisində miqrant qadınlar var, 12-18 yaş davranış pozuntusu və risk qrupuna aid olan uşaqlar var. O cümlədən dilənçiliklə məşğul olanların necə işi qurmaq lazımdır. Hətta sosial işçilər üçün ipucu da vermişəm ki, onlarla müsahibəyə başlayanda travma yönümlü suallar verməsin. Hansı suallarla başlaya bilər, ünsiyyəti necə qura bilər. Çox praktik kitabdır və demək olar ki, stol üstü kitabdır. İstənilən şəxs... Bütün bunlar təhsil müəssisələrində problem ondadır ki, mən sosial iş üzrə olan fakültələrdə ayrı-ayrılıqda maraqlananlara PDF formada göndərirəm
kitabın təqdimatında sağ olsun İnsan Haqları İnstitutunda biz bunu etdik. Akademik. Hətta Ailə Qadın və Uşaq Problemləri üzrə komitəyə göndərmişəm, Sosial Xidmətlər Agentliyinə göndərmişəm ki, bunlar stolüstü kitab. Hətta orada sorğu vərəqləri necə hazırlanmalıdır, risk qiymətləndirmə cədvəlləri necə qurulmalıdır. Təbii ki, bəzilərini uyğunlaşdırmaq olar. Format olaraq, şablon olaraq onu vermişəm. Daha sonra bizim maraqlı bir layihəmiz var idi. Zorakılıq törədən kişilərin iş. Zorakılığın kodları. Hə. Bu zorakılıq törədən şəxslərlə, mən kişi demirəm, şəxslər deyirəm. Çünki bilirik ki, bəzi hallarda qadınlar da zorakılıq törədə bilir. Bu müxtəlif stereotiplərdən doğan bir haldır və bəzən bizim ictimai münasibətlərdən doğan ki, qaynana mütləq gəlinə zorakılıq eləməlidir və yaxud ona psixoloji təzyiq eləməlidir. Qaynanaya demək olmaz ki, süpürgəmdir misalı elə orada verəm. Söhbət ondan gedir ki, mən təbii ki, bütün bunları öz başımdan təkcə vermirəm. Mən müxtəlif beynəlxalq reabilitasiya modellərinə baxıram və məsələn, Dulut modeli var, başqa modellər var. Bizdə indi Azərbaycanda Dulut modeli ilə bağlı məlumat var. Bir qrup şəxslər həm Sosial Xidmətlər Agentliyindən, həm Ailə Qadın və Uşaq Problemləri üzrə komitənin nümayəndələri bu təlimlərdə iştirak ediblər Dulut modeli ilə bağlı. Amma orada başqa modellər də var. Mən o modellərin istənilən sosial işi bu modellərdən xəbərdar olacaq. İstinadlar vermişəm, mənbələr göstərmişəm. Ola bilsin ki, mən tam ona əhatə etməsəm də o istinadlara girib həmin model barədə daha geniş məlumatlar toplamaq imkanı qazana bilirlər. Və bu baxımdan hətta Azərbaycana uyğunlaşdırılmış bir model də vermişəm. Bu kitabda əlaqüstə bir haşiyəyə çıxmışam. Əslində maraqlı məqam bilirsiniz nədir? Azərbaycan kişisi həmişə sevgi içərisində böyüyür. Bəli. Və bu sevgi onun zorakılıq törətməsi üçün şərait yarada bilməz. Yəni, bütün terapiyalarda deyirlər ki, uşaqlıq travmaları, uşaqlıqda aldıqları hansısa travmalar gətirir, onu zorakılıq törədən şəxsə çevirir. Mən göstərirəm ki, Azərbaycan kişisi əslində daha çox seçilmiş, daha çox sevgi ilə böyüyən, qayğı ilə böyüyən şəxslərdir. Burada Azərbaycan qadını isə daha çox tabiçilik və icraçı qismində böyüdüləndir. Və bu müqayisədə Azərbaycan kişisinin zorakılıq törətməsinin digər səbəbləri, stereotiplərdir, mövcud fikirlərdir, hansılar ki, zorakılığı şərait yaradır. Yəni, bu cür idarə etməlisən, ailə münasibətlərində sən bu cür idarə etməlisən, sən zorakılıq etməlisən ki, sənə tabi olsunlar. Bəlkə də bunun daxilində o hiss yoxdur, heç zorakılığa meyili yoxdur. Amma nümunələr onu bu davranışa gətirib çıxardır. Və burada məsələn, portretlər var, mizogin qrup var. Onlar düşüncə ilə qadına nifrət edirlər. Amma bizim cəmiyyətdə o tip adamlar çox azdır. Var, deməzdim ki, yoxdur. Amma var, məsələn, o qadının irəli getməsini, qadının vəzifədə olmasını, qadının ailədə onunla bərabər idarə etməsini, bu fikirlərdən uzaq adamdır. Bu başqa qrupdur. Və bəli, o halda dediyim Dulut modelinin tətbiqi çox effektiv ola bilər. Amma o bizim üçün bütün modellərə baxaraq ortaq bir modelin yaradılması olduqca vacibdir. Və mən bilirəm ki, gələcəkdə bu planlar var ki, məhz zorakılıq törədən şəxslərlə işin təşkili. Məsələn, mən həbsxanaya gedəndə maraqlı bir məqam var idi. O zorakılıq cinayətini törətmiş şəxslərlə söhbət elədim. Və ayrılıqda görürsən ki, onlar qadın-kişi bərabərliyini ailədə qəbul edirlər, dəstəkləyirlər. Amma növbəti suallara gələndə onlar deyir ki, qadın filan məsələni elədi. Hə, bu qəbul edilməz. Bu görürsən ki, artıq stereotiplərlə bağlıdır. Yəni, ailədə gördüyü kişi modelləri tətbiqi bu nəsildən nəslə ötürən davranış modelidir. Buna nəsildən nəslə ötürən və bəli,
Mentalitet də deyil. Mentalitetdir və nəsildən nəsilə Mental ötürülən düşüncələr. davranış modelidir ki, biz onları tətbiq edirik. Ümumən götürsək, biz sonrakıya o qədər meyilli deyilik. Bəli. Amma davranış modeli, idarəçilik, hökmü göstərmək, kişi sözü, bu cür ifadələr həmin şəxslərin, məsələn, bizim ailədə də, cəmiyyətdə görsən deyir ki, filankəs podkabloçinkdir. Nə var? Həyat yoldaşı ilə hansısa məsələləri müzakirə edir. Razılığa Və gəlir. yaxud, məsələn, evə xəbər verməliyəm. Bu, ətrafındakılar üçün qəribə bir səsləmə. Düzdür, indi xeyli dəyişiklik var, etiraf etmək lazımdır ki, məsələn, bir çox ailələr var ki, doğrudan da burada ailə ilə razılaşır və müəyyən qərarlar qəbul edir. Amma ailə modellərinə biz tanışanda, məsələn, bir çoxları deyir ki, milli ailə modeli və yaxud, məsələn, bu formada bir fikir. Milli ailə modeli götürəndə, əgər biz keçmişə qayıtsaq, o halda həmin ailə modelində qadın evdə oturur, kişi işləyir. Bəli. Və biz əslində sorğu aparanda müəyyən elədik ki, əksəriyyət bərabər hüquqlu ailə modelini. Yəni, ən azı biz bunu... Sovet dövründə olduğu kimi. Bərabər hüquqlu ailə modeli bərabər hüquqlu. daha çox onu dəstəkləyirlər. Amma biz çox vaxt deyirik ki, bizim milli dəyərlərimiz, bizim ailə modelimiz və bunlar biraz fərqli məsələlərdir. Ona görə də bəzən mesajı verəndə mütləq şəkildə düşünürlər ki, milli deyəndə, amma onun o tərəfinə getmirlər ki, həmin ailə modelində kişi işləyirdi, qadın evdə otururdu, uşaqlarla məşğul olurdu və burada birgə razılaşmış qərarı idi. O vaxt belə sosiallaşma yox idi, o vaxt tutaq ki, məsələn, iş yerləri, qadının işləməsinin iqtisadi imkanlar, qadınların bu iqtisadi imkanlarda iştiraki qərar qəbul etməsi Dünya uşaq gətirən analara 3 il evdə qalıb uşağa xidmət etmək. Yəni qanunlar dəyişdikcə və bunlar... İndi məncə kişilərə də tətbiq edirlər. İndi kişilərin də evladından bağlı məzuniyyət götürüb uşağa baxmaq hüququ var və bundan bəhrələnirlər. Bəziləri bəhrələnir, bəziləri görürsünüz ki, bunu hələ ki özləri üçün o qədər məqbul saymırlar. Bax, bu da var, fikir versin. Məsələn, biz tədqiqat bu sahədə də aparsaq, görərik ki, çox az qism kişi bundan bəhrələnir. Çünki stereotiplər var, hesab edir ki, onu məzuniyyət götürüb, evdə oturub uşağa baxması onun kişilik hissiyatına toxuna bilər və yaxud Türkiyədə olduğu kimi onun rolunu azalda bilər. O bizdə daha çox, Avropadan fərqli olaraq, o bizdə daha çox inkişaf edib çəyirdə ailə. Mütləq təzə gəlinin və ya evlənmiş cütlüyün valideynləri onları himayə edir, yəni kömək vurur, dəstək olur. Bu da onların müstəqil qərar verə bilməmək, müstəqil yaşaya bilmək kimi şanslarını demək olar ki, azaldır. Bəzi hallarda bu yanaşma, məsələn, Sovet dönəmində bir yaxşı məqam var idi ki, bu cür cehiz məsələsi kifayət qədər gündəmdə deyildi. İnsanlar öz çətinlikləri ilə ailənin inkişafına doğru addım-badım birgə gedirdilər. Planlamaları var idi. Müəyyən mərhələdən sonra digər uğur mərhələsinə doğru gedirdilər və bu birgə maraqları saxlayırdı. Eyni zamanda modelini inkişaf elətdirirdi. Yeni hədəflərə birgə doğru gedirdilər. İndi kimiz arzuları vardı falan filan, hədəflər qoyurlar. İndi kifayət qədər ifrat bu cehiz, ev tələbi, məsələn, mən sosial şəbəkədə görürəm ki, bəziləri deyir ki, mesajlar verirlər ki, kişinin evi yoxdursa, işi yoxdursa, onunla ailə qurmayın. Təbii ki, burada iqtisadi dəstək məsələsi, asılılıq məsələsi də nəzərdə tutulur. Ailə tərəfindən göstərilən bu asılılıq bəzən çox ziyanlıdır. Mən müşahidələr eləmişəm ki, ələxüsusda həmin o dəstək öz evladlarına, qızlarına deyil, daha çox onun ərinə yönəlikli olur. Və müəyyən devir keçdikdən sonra həmin şəxs hər şeyi öz əmlak kimi mənimsəyərək həmin qadın çıxılmaz vəziyyətdə qoya bilər. Bax, burada yenə də stereotipdir ki, mən ona dəstək verdikcə o mənim qızımı daha çox dəstəkləyəcək və yaxud onun sabit həyatını təmin eləyəcək. Amma bəzi psixoloji amillər olur ki, görürsünüz ki, bunlar özünü doğrultmur və bu halda əksinə qız heç nəsiz.
çətin vəziyyətdə qalır, heç bir iqtisadi dəstəyi yoxdur, heç bir imkanları yoxdur. Əmlak da, evin əşyaları da, maşın da kişinin adınadır və sonraki prosesdə onu sübut eləmək də çətin olur. Yəni bu kitabda dediyim kimi müəyyən bir məqamlar var ki, necə yanaşmanı, necə reabilitasiya planını qurmaq lazımdır. İstənilən halda biz daha çox qurban yönümlü yanaşmanı tətbiq edirik və daha çox gendərə həssas məsələləri təmin edirik. Amma zorakılıq törədən şəxslərlə işləmək olduqca vacibdir. Bu bizim əsas hədəflərimizdən biri olmalıdır. Çünki sual verməliyik, nədən baş verir? Bəlkə ilkin bunun qarşısını alsa, bu cür faciələr baş verməz. Bəlkə həmin ailə daha dayanıqlı olar və daha davamlı olar. Və bu baxımdan bəzi görürsünüz ki, sığınacağa gələn qadınlarla bağlı da görürsünüz ki, çox primitiv bir məsələlərlə bağlı ailədə zorakılıq baş verir və yaxud ailənin dağılmasına gətirib çıxardır. Biz öz təcrübəmizdə qarşı tərəflə işləməyi dəvət edirik. Düzdür, bu sığınacağın içində yox, başqa bir yerimiz var. Orada həmin kişilərlə iş görmək, reabilitasiya, psixoloji reabilitasiya dəvət edirik. Kimlərsə razı olur, kimlərsə razı olmur. Razı olanlar arasında davranış dəyişiklikləri müşahidə olunur və bu da əsas verdi ki, mən bu vəsaiti hazırlayım və təqdim edeyim. Və siz bilirsiniz ki, mən insan alverişi sahəsində dayanmadan çalışıram, öyrənirəm, beynəlxalq təcrübəni öyrənirəm, özümün yerli təcrübəyə daha çox belə istinadlarım var. Bu kitab elə ki, zamanı qabaqlayıb, mən narahat oldum nədən? İnsan alverinə qarşı mübarizədə rəqəmsal monitorinq üçün təlimat. Və siz bilirsiniz ki, rəqəmsallaşma bu dəqiqə həyatımızda çox çətinliklər yaradır. İnsan alverinin yeni dalğası da rəqəmsallaşma fonunda demək olar ki, get-gedə artan tempdən diqqətimizi çəkir. Və məsələ ondadır ki, tarixdə 4 dalğa olub. Bu dalğaların sonuncusu Sovet hökuməti dağılandan sonra həmin dövlətlərin demək, qadınları ilə başlayıb. Qadınların aldadılması, aparılması, daşınması, istismarı bu faktlar olub və dünyada insan alveri ilə mübarizədə bu 4 dalğanın sonuncusu buydu. Mən deyirəm ki, bu yeni bir dalğadır. Rəqəmsal dalğadır, daha təhlükəlidir. Burada təkcə qadınları yox, uşaqları da öz ağuşuna alır. Ona görə də ən azı bu təlimatda göstərir ki, hansı açar sözlərin axtarışa vermək lazımdır. Hansı açar sözləri necə istifadə etmək lazımdır. Aşkarlamaq üçün hansı metodikalardan istifadə etmək lazımdır. O cümlədən həm Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə baş idarəsinin əslində, həm QHT koalisiyasının içərisində bir monitoring qrupunun mexanizmini də vermişəm ki, bu məlumatların məxfi saxlanılması, necə saxlanılması, bütün bu strukturu bu təlimatda göstərmişəm. Və bir kitabımda demək, bir kitabımda insan alverinə qarşı mübarizədə milli təlim moduludur. Hətta mənim bir İnsan Haqları İnstitutunda təqdimat eləyəndə bir nəfər yaxınlaşdı, dedi ki, mənə çox sevindirdi ki, bizdə milli təlim modulu hazırlanıb. Çünki istənilən məsələlər var ki, ölkənin qanunvericiliyi var, ölkənin xüsusiyyətləri var, ölkədə cəlb etmənin başqa cür formaları var. Məsələn, ola bilsin başqa ölkələrdə başqa cür cəlb etmə metodlarından istifadə edilir. Universal cəlb etmə metodları var. Amma xüsusiyyətlər, psixoloji xüsusiyyətlər var ki, qohum-qohumu aldadıb aparır və sən qohuma daha çox inanırsan. Tutaq ki, qonşu aldadıb aparır və sən ona daha çox güvənirsən, düşünürsən ki, onun verdiyi mənbələr, onun münasibətləri səni heç vaxt çətin vəziyyətə salmaz. O təlim modulunda ayrı-ayrı cəlb etmə, reabilitasiya, rəqəmsallıqla bağlı, hansı yeni cəlb etmə metodları var, müasir dəyişikliklər, bunların hamısını həmin təlim modulunda, orada həm nəzəri hissə var, həm də təlimi necə keçmək,
təlimin gündəliyindən tutmuş, təlimi necə aparmaq, təlimçi necə geyinməlidir, necə özünü aparmalıdır, suallara necə cavab verməlidir. Bütün xırdalığı ilə orada əks etdirmişəm. Və sonuncu kitab indi yoldadır. Demək, reabilitasiya proqramlarının optimallaşması. Burada nədən söhbət gedir? Bu da maraqlıdır. Bu kitabda mən çox düşündüm və reabilitasiya proseslərini görürsünüz, hamısı gəlir bir növ sığınacağa söykənir və reabilitasiya proseslərinə söykənir. Mən çox düşündüm ki, bizdə bəzi hallarda reabilitasiya proqramları tam effektiv olmur. Səbəbi araşdırırdım, səbəb nədir? Və mən qərb modellərinin, əslində bizim bütün sığınacaqlar və reabilitasiya mərkəzləri qərb mərkəzli modellərdən istifadə edir. Çünki bunlar yoxlanılmışdı, istifadə edilmişdi, öz təsdiqini tapmış, elmi əsaslara söykənmiş modellərdir. Mən o modellərin əksinə getmirəm, inkar eləmirəm. Əksinə, mən o modellər üzərində nə qənaətə gəldim? Məsələn, bizdə uşaq olmuşdu. Modelləri inkişaf elətdirirsiniz. Uşaqla çox yaxşı rəftar var idi uşaq üzrə, amma uşağın alt şuurunda ana problemi var idi. Ana bundan imtina etdikcə uşağın davranışında dəyişiklik. Ana bundan imtina etdikcə onun görülən işlərin effektivliyinin azalmasına, qaçmağa meyllənməyə, nə bilim, özünü riskli davranış sərgiləmək, sanki bir qisas alırdı, sanki bir ona acıq vermək üçün özünü məhv etməyə doğru gedirdi. O cümlədən qadınlarla bağlıdır və məsələ ondadır ki, biz kollektiv mühütlü ailə modeliyik də, ümumən biz götürəndə, biz kollektivdən, siz özünüzü ailədən ayrı hiss edirsiniz. Məsələn, qohumla nə qədər azad olsaq da, bizim alt şuurumuzda bizim ailə münasibətlərimiz, qohumluq münasibətlərimiz, bağlılıq və burada bizdə bəzi hallarda davranışları tənzimləyən utanc, ayıb, bax bu məsələlər var ki, biz bir çox hallarda özümüzü korreksiya edirik, tək özümüzə görə yox, həm də ətrafımızdakilara görə ki, bizim davranışımız onlar üçün utanç gətirməsin və problemlər yaratmasın. Və bu hallarda, baş verən hadisələrdə, məsələn, bir çox hallarda zəng vurur, deyir ki, mən istəmirəm polis bilsin, mən istəmirəm zərər olsun, mənim qohumlarımın adı ortada çıxmasın, mən onların üzünə söz gəlməsin və s. və ilaxır kimi ifadələr işlədilər. Və mən nəyi düşündüm bu hazırladığım vəsaitdə? Biz qərb mərkəzli reabilitasiya modellərinə bizim ailə münasibətlərini tənzimləyən və eyni zamanda təhlükəni aradan qaldıran məqamları nəzərə almaqla bir modeli təklif edirəm. Model özü nədən ibarət? Burada şəxsi zorla ailəsinə qaytarmaq söhbəti qətiyyən getmir. Təhlükəyə aparıb atmaq qətiyyən bu mövzu müzakirə olunmur. Burada söhbət gedir ki, şəxs burada reabilitasiya prosesi olanda, yeri gəlmiş qayıdım o məsələyə, qərb mərkəzli reabilitasiya modellərdə qərbin ailə modelinə uyğun olaraq fərd var. Fərdlə iş gedir. Yəni, iki nəfərdir, orada artıq obrislərə zərər toxunması məsələsi o qədər diqqətlə deyil və yaxud bizim kimi zorakılıq baş verəndə gedib qaynatana hədələmir və yaxud ona hansısa manipulyasiya eləmir və fərdə yönəliklidir qərb mərkəzli reabilitasiya prosesləri. Fərdi reabilitasiya elədin, onu başa çatdırdın, onu gücləndirdin, getdin. Amma bu hara gedir? Bu yenə qayıdır icmaya. Bu yenə qayıdır hansısa formada ailəyə və biz bunun apardığımız reabilitasiya qısa müddətdə həmin icmanın, toplumun içində əriyir gedir və öz gücünü əvvəlki vəziyyətə qaytarır. Yəni, gördüyümüz işlərin mahiyyəti ya heç enir, ya azalır. Və burada təklif olunan model ondan ibarətdir ki, biz burada işi gördükcə, eyni zamanda rayonda, kənddə, icra hakimiyyəti, bələdiyyə, icma ilə işi qursun, ailə ilə işi qursun, zorakılığın qiymətləndirməsini aparsın, davranışları qiymətləndirməsini aparsın və həmin şəxslərin üzərində yavaş-yavaş iş aparılsın ki, baxın, bəzi hallarda Bakıya toplanır. Biz nə edirik? Reabilitasiya edirik şəhər urbanizasiya vəziyyətində
tələblər çoxdur, təhlükələr çoxdur və biz o təhlükəyə atırıq. Bəzisinin gücü çatır, bəzisi məsələn kifayət qədər hazırlıqlı olmur. Çünki ailə modelində onun yerinə çoxlu qərarlar qəbul ediblər və bu qərarları özü müstəqil qəbul etmir. Və burada reabilitasiya olsa da reinteqrasiya prosesində adaptasiya prosesi çətin keçir. Çünki özünün yerinə qərarlar qəbul olunub və biz onun öz həyatı ilə bağlı qərarlarını öz ailəsinin içində davam etməsini nail olmaq istəyirik. Bax, burada həm ərazi üzrə Daxili İşlər Nazirliyinin əməkdaşları, həm burada icra hakimiyyətində üzərinə böyük rol düşür. Həm ailə, qadın və uşaq problemləri, sosial xidmətlər. Yəni paralel olaraq biz burada işi gördükcə, məsələn, mən reabilitasiya prosesində cüzi məlumatların əldə edilməsi, yəni məxfiliyi qorumaq üçün ailə haqqında məlumatım olmalıdır. Mən bilim ki, bu hansı ailə modelinədir. Əgər təhlükə varsa, mən ailə deyəndə təkcə ər evini nəzərdə tutmuram. O cümlədən, məsələn, onun yaşadığı mühit, onun yaşadığı ərazi, ona yaşadığı qaydalar, o hansı formada məsələn, münasibətlər toplusu orada olub. Bütün bunları nəzərə aldıqdan sonra tam bir reabilitasiya prosesi qurursun. Mən ümumiyyətlə neçə il idi işlədirdim bu modeli. Keçmişdə olanlar və o keçmişdə olandan təhlükəli fiqurlar kimlərdir, dəstək verəcək kimlərdir, reabilitasiya prosesidir və sonra inteqrasiyada həmin o dəstək verəcək adamların cəlb edilməsi onun həyat yolunda birgə davam etməsinə kömək etməsidir. Burada biz həmi belə deyək, bütövlüyümüzü qoruyub saxlaya biləcəyik. Həm şəxsin təhlükələrini azaldacaq, həm də şəxsin özgüvəninin bərpası birgə olacaq. Həm də ailə münasibətlərinin dağılmasının qarşısını alacaq, yəni qohumluq. Həm millilikdən danışırıq, həm də bəzi reabilitasiya proseslərində əksinə gedirik. O millilik kənarda qalır, şəxs tək başına başlayır mübarizə aparmağa. Bu mübarizədə davranış pozuntuları, psixoloji pozuntular ortaya çıxır. Çünki mübarizə aparmalıdır, müqavimət göstərməlidir. Amma bu harmoniya olanda şəxsin özünü də sabitliyi, ailəsini də sabitliyi, həm də o dediyimiz kimi müəyyən bir meyarlar var ki, biz onu alət kimi, təzyiq aləti kimi yox, müsbət mənada, bayaq dediyim kimi abır, utanc və digər məsələlərin şəxsin özünün davranışının pozulmasına gətirib çıxartmasının qarşısını alarıq. Yəni, ümumən uzun illər bu ifadələr ailə münasibətində bəzən təzyiq formasında istənir. Amma bir də ən vacib məsələ, mən həyatımda müşahidə etdiyim məsələlərdən biridir ki, ailə dəstək verdiyi şəxslərin həyatı çox uğurlu olur. Bu bir mənalıdır və mənim də o sonuncu kitabım, onun təcrübənin nəticəsidir ki, biz necə edək ki, ailə həm sonraki törədən tərəfdən dəstək verici tərəfə çevrilə bilsin və bununla da reabilitasiyanın effektivliyini, eyni zamanda təhlükələrin qarşısını alır. Və daha son, hələ redaktadadır, bu insan alveri qurbanlarının aşkarlanması indikatorlardır. Yəni, tutaq ki, maldarlıq sahəsində sən monitorinqa gedəndə hansı meyarlara diqqət etməlisən, tikintidə hansı meyarlara diqqət eləməlisən, gecə barları və yaxud da əyləncə mərkəzlərində hansı hallara diqqət etməlisən ki, orada nə baş verdiyini aşkarlaya biləsən. Yəni, bu qədər, bilmirəm, çox danışdım. Bax, çox gözəl izah elədiniz, yəni artıq suala belə ehtiyac qalmadı, amma bu sadaladıqlarınız var, bunlarla bağlı, ümumiyyətlə bu sayədə mütəxəssis yetişdirilirmi? Və ya siz özünüz bununla bağlı hər hansısa bir təhsil müəssisəsində tədris edirsinizmi? Yox, mən tədris eləmirəm, mən bir ara... Amma əslində elə siz daha yaxşı olar. Düz Dövlət Universitetinə getdim, 3 ay dərs deməyə çalışdım. Nə mənada özümlə kompüter, özümlə projektor saat götürürdüm, getirdim. Biraz məndə çətinlik nəyisə verəndə almaq məsələsi
Verdiyinizi geri də almaq istəyirsiniz. Bəli. Geri qayıdış məsələsidir də. Mən o geri qayıdışı kifayət qədər sinir keçirdirəm. Mən ümumiyyətlə bir çox şeylər var ki, çox sinirlənirəm. Niyə belə olmalıdır? Niyə bu cür belə olmalıdır? Yəni buna normal baxa bilmirəm. Onu qəbullamaq, o biganə olmaq məsələsidir. Əslində biganə olmaq məsələsidir. Yola vermək. Hə, mən ondan razılaşa bilmirəm. Hə, o hisslər məni çox boğur və çox əsəb keçirirəm və mən gördüm ki, dərs demək biraz təlim keçməyə hazıram hər zaman. Eyni şeyi mən də yaşamışam. İki universitetdə Beynəlxalq Jurnalistika fakültəsində. Mən onlara can yandırırdım, belə aparırdım bunlar. Xarici İşlər Nazirliyi, administrasiya, ora-bura 90'lar. Ha, gördüm bunlar mənə heç nə vermir. Onların içində cəmi bir nəfər oxuyan vardı, Mehriban adında qız idi. Hazırda Amerikada yaşayır, BMT-də işləyir. Biz də belə kasıb yetim qız idi. Təhsil haqqısını belə verə bilmirdi. Təhsil haqqısı üçün ağız açmadığım adam qalmadı. Onun təhsil haqqısını da ödətdi. Oxuyan yeganə oldu. Məndə 3-4 nəfər idi. Sonra düzü onların bəziləri gəldi. Burada mən məsələ vəsaitlər verirdim, praktikada göstərirdi. Amma bu kitablarını da deyirsiniz ki, kitabxanalara vermək. Cəmi 50 nüsxədir, pensiyamı yığıram və ondan çapa verirəm. Yəni, hansısa kim tərəfindənsə maliyyələşməyə və yaxud kiməsə ağızlaşma yoxdur. Düşünürəm ki, vacibdir. İndi bir sayt var. İlk olaraq kitabxanalara verilməli bu kitablar bir nüsxə də olsa. Hə, o məsələləri yəqin ki, tənzimləyəcəm. Bir sayt var, ora yerləşdirdim ki, orada hətta kitabxanalarda PDF formasında da yerləşdirmək olur. Hə, yəqin ki, o proseslə məşğul olacağım, amma biraz o məsələlərdə... Çünki oradan sizin fikirlərinizi oğurlamaq mümkün deyil, sadəcə mən oğurlamaq, oxuya bilirlər. Əksinə mən bayılıram, kim istədi PDF-i göndərirəm. Əksinə, mən çox istəyirəm ki, bəhrələnsinlər, istifadə eləsinlər, nə bilim, öyrənsinlər. Bunları mən çox istəyirəm. Amma biraz o məsələlərdə komplekslərim var. Gedim, deyim, necə deyim. Amma belə. Mən düşünürəm ki, mən ölkəmin mənə verdiklərini bu kitablar vasitəsilə qaytarmağa çalışmışam. Bilik, bacarıq, dəstək, hamısını kitablara çevirmişəm. Mən demirəm ki, bunlar tam mükəmməldir. Ola bilsin, elm sahəsində digərləri mənə mübahisə edə bilərlər, fərqli fikirlər də səsləndirə bilərlər. Buna tam razıyam. Yəni, oponentlər ola bilər, səsləndirə bilər, başqa təkliflər verə bilər və nəzərə almaq lazımdır ki, 5 ildən sonra davranış tamamilə fərqli ola bilər. Amma bunların içərisində əmin olduğum odur ki, oturuşmuş modellər var və bu oturuşmuş modellər üzərində necə ki, mən optimallaşmasını təklif edirəm, ailə münasibətlərinin zərər çəkmişlə tənzimlənməsinə gətirib çıxardan, eyni zamanda zorakılıq elementlərini aradan çıxardan reabilitasiya modellərini təklif edirəm. 5 ildən sonra ola bilsin tamamilə fərqli məsələlər ortaya çıxacaq. Amma ən azı sosial iş sahibi, bu hətta hüquq mühafizə orqanlarının işləri üçün çox yaxşıdır. Çünki burada psixoloji portretlər də var, burada müəyyən ehtiyacların qiymətləndirilməsi qaydaları da var. Psixoloqlar üçün də gərəkli vəsaitlərdir. Yardımçı vəsaitlərdir. Yəni, istənilən halda istənilən şəxs bunu oxuyub, özü üçün qeydlərini götürüb, yenilik də gətirə bilər, dəyişiklik də eləyə bilər. Amma bazı olaraq hazır materiallarda onlardan istifadə eləyə bilər. Mən çox təşəkkür edirəm ki, siz mənim kitablarıma belə diqqət yetirdiniz və sizi bu çox maraqlandırdı. Bir sahənin demək olar ki, əlində yəni Azərbaycanda vəsaitlər yoxdur. Bu sahədə kimlərsə araşdırmalar və yaxud vəsaitlər. Çünki sığınacaqlar, reabilitasiyalar indi diqqət mərkəzində olan məsələlərdir. Amma biz illərdir reabilitasiya prosesi... Hə, illərdir reabilitasiya... 90'larda başlamışdınız. 2002'də özünüzünkini yaratdınız. 98-dən. Yəni, bu müxtəlif insan həyatlarının izlənməsi, reabilitasiya prosesləri, boşluqların necə aşkarlanması, necə dəyişiklik etmək... Kənd-kənd gəzirdiniz. Zorakılığa məruz qalan qadınlarla, biz yerlər qalmamışdı. Hərdən xatırlayıram ki, hansı yerlərə... Biz özdə o şəraitdə gedirdik ki, həmin dövrlərdə belə otellər yox idi, komfort yox idi.
işıq yox idi, qaz yox idi və mənim yadıma gəlib biz elə yerlərə gedirdik ki, paltarla yatırdıq və səhər təlimə gülər üz gedirdik, qadınlarla görüşürdük. Bu olduqca Vacib bir məsələ. Bəli. mən düşünürəm ki, şərəfli yol keçmişik biz. Təşəkkür edirəm Mehriban xanım. Hörmətli izləyicilər, nəzərinizə çatdırım ki, Azad Media TV-nin bugünkü qonağı Mehriban qadın və uşaq sığınacağının təsisçisi, yaradıcısı, eyni zamanda ailə və cəmiyyətdə qadınlara qarşı zorakılıq mövzusunda fəlsəfə üzrə fəlsəfə doktoru Mehriban xanım Zeynalova idi. Bugünkü mövzumuz isə bax bu həmin bu kitablar idi, hansılar ki, onları Mehriban xanım ərsəyə gətirib və onlardan faydalanmaq bu cəmiyyətə vacibdir, hava su kimi. Bilirsiniz ki, bizim hazırda vəziyyətimiz, ölkədə bu sahədə vəziyyətdə boşluqlar çoxdur. Zorakılığa məruz qalan insanlarla bağlı, uşaqlarla bağlı, qadınlarla bağlı. Bütün bunların həm də eyni zamanda televiziyaların bax bu məsələdə daha çox rolu olurdu. Onlara zərbə vurma məsələsində həmin adamları işıqlandırırdılar, göstərirdilər. Bir hissəsi bunlara nifrət yağdırırdı, digəri onun yolunu tutub televiziyalara ayaq açırdı. Məsələn, mənim yadımdadır bir verilişdə, bir adını çəkmək istəmirəm, bir kişi dedi ki, evə işdən gəldim, çörək yeyəm, gəldim, gördüm, arvadım oturub verilişdə. Yəni, bütün bunların hamısının qarşısını almaq üçün maariflənmə vacibdir, hansı ki, bu sahədə Mehriban xanım Zeynalovanın bəli, peşəkar xidmət. Bu sahədə də Mehriban xanım Zeynalovanın danılmaz xidmətləri var. Təşəkkür edirəm hər birinizə, bizi izlədiyinizə görə. Paylaşın və abunə olun ki, Azərbaycanda bütün bunlarla zorakılığa məruz qalan qadınlar, eyni zamanda sosial xidmətlər, sosial işlərlə bağlı maariflənmə yönündə alacağınız məsləhətləri və ya sizə lazım olan hər hansı bir o sahə üzrə lazım olan istədiyiniz yöntəmdə məsələlərlə bağlı məhz bu kitablardan bu cür maariflənəsiniz və Mehriban xanıma da biz öz təşəkkürümüzü bildirək. Təşəkkür edirəm, var olun, sağ olun ki, bizimlə bugünkü söhbət apardınız. Paylaşın və abunə olun ki, daha çox insan Azərbaycanda baş verən ictimai siyasi hadisələr, eyni zamanda qalmaqallı məhkəmə çəkişmələri, insan haqları və zorakılığa məruz qalan insanlar, həmçinin vətəndaş cəmiyyətində, vətəndaş və dövlət arasında baş verənlər və bunların nəticələri haqqında məhz bizdən Azad Media TV olaraq xəbər tuta biləsiniz.